Konsultasiyalar necə baş tutur? Gəlin bu haqqda danışaq. Birinci siz mənim köməkçimə yazırsınız və probleminizin nə olduğunu qısa şəkildə izah edirsiniz. Köməkçim artıq müəyyənləşdirir ki, bu problem nevrolojidir, yoxsa deyil və nevrolojidirsə də mən kömək eləyə bilərəm, yoxsa yox, onlayn şəkildə. Xəstəni də, hər pasiyenti də onlayn olaraq qəbul etmirəm. İşimin keyfiyyətini azaltmamaq üçün bir sorğu anketi hazırlamışam. Nevroloji dəyərləndirmə anketidir, hansını ki köməkçim pasiyentə göndərir. Pasiyent onu doldurub geri göndərdiyi zaman mən bu anketi təmanasız şəkildə dəyərləndirib artıq qərar verə bilirəm ki, sonra köməkçim pasiyentə konsultasiya haqqında broşur göndərir. Bu broşurda konsultasiya tam olaraq necə keçir, konsultasiyanın şərtləri nələrdir, bu haqqda məlumat var. Əgər pasiyent şərtlərlə razılaşsa, bu zaman görüş təyin edilir. Pasiyent əlindəki bütün tibbi dokumentləri göndərir və mən görüşdən öncə bu dokumentləri MRT olsun, digər dokumentlər olsun, qan analizləri olsun, bunları dəyərləndirirəm. Konsultasiya baş tutur. Analiz toplayıram, kliniki müayinə edirəm, indiyənə qədər aparılmış diaqnostikanı müzakirə edirəm, xəstəyə ilə əgər suallar varsa onlara cavab verirəm. Görüş bitdikdən sonra mən yazılı xülasə göndərirəm. Yəni hansı diaqnozdan şübhələnirəm, hansı diaqnostika olunmalıdır, əlavə olaraq əgər olunmalıdırsa, müalicə təkliflərini yazıram və bundan da başqa pasiyentə onun xəstəliyinə uyğun həyat tərzi təklifləri də verirəm. Məsələn, MS-dirsə necə məşq eləməlidir, nə yeməlidir, nə içməlidir. Parkinson xəstəliyində bir başqa, Alzheimer xəstəliyində bir başqa. Yəni hər xəstəliyə uyğun, kliniki tədqiqatlara uyğun olaraq bir həyat tərzi bələdçisi də göndərirəm, verirəm. Çünki bu pasiyentin kontrol edə biləcəyi bir şeydir və onu gücləndirir. Pasiyentə yol göstərməyə çalışıram. Yəni əlinə bir xəritə verməyə çalışıram ki, daha planlı, daha strukturlu şəkildə irəliləsin.